Salam əziz müştərilər, bu gün sizə belə bir maraqlı fincan termopress aparatlarımızı təqdim etmək istəyirəm. Gördüyünüz kimi qarşımda 2 dənə modeli var. Bunlar əslində baza olaraq eynidirlər. Yalnız soldakının sağdakından fərqi nədir? Sağdakı 3 dənə əlavə qəliblə də gəlir. Fincanların özəllikləri ondan ibarətdir ki, hər aparata 2 dənə fincan birdən daxil edə bilirik. 2 fincanı birdən bişirə bilir. Bu aparatda da, bu aparatda. Aparatlar funksiyon olaraq eynidirlər. Sadəcə bu aparatın üzərində əlavə olaraq da yəni üzərində 2 ədəddən başqa 3 ədəd də bu fərqli formalarda çaşqa qəlibləri gəlir. Qəliblərin deyərsi nədən ötürüdür? 2 dənəsi konus qəliblərdir. Biri kiçik konus fincanları içində, biri böyük konus fincanları içində. Bir də ki, bu da ki, daha kiçik konus deyə sadə, digər kiçik ölçülü sadə fincanlardan ötürüdür. Kiçik ölçüdür. Avadanlıq haqqında bu qədər deyim sizə. Gəlin necə işləyir onu göstərim. Necə daxil olunur? Bu birinci yerinə daxil elədik. Yəni bir-birindən ayrı-ayrı. Məsəl üçün biz bunu istifadə etmək istəyirik. Basırıq. Düyməsini bastıq. İndi mən 10 saniyə qoymuşam burada. Lazımi temperatura qoymuşam. Lazımi temperatur gəlib çatandan sonra geri sayımı başlayır və avadanlıq bitirəndə dişini, məsələn burada 10 saniyə qoymuşam. Mənim görsənir yoxsa yox. İndi lazımi temperaturu gözləmə rejimində olduğuna görə temperaturu aşağıda idi. İndi temperaturu qalxacaq və işə başlayacaq. Bunda da məsəl üçün 20 saniyə qoymuşam, daha başqa bir şey qoymuşam. Yəni ona görə qoymuşam ki, göstərməkdən ki, yəni biz ayrı-ayrı bunları proqramlaşdıra bilirik. Bu fincana ayrı vaxt və temperatur verə bilərik. Bu fincana ayrı vaxt və temperatur da vermə imkanımız var. İkinci fincan da bu formada daxil olur. Burada da təzyiq ayarlanması var. Təzyiqini istədiyimiz kimi ayarlaya bilərik. Yəni bu qədər sadə. Yəni temperatura çatandan sonra indi hal-hazırda mən göstərmək istəmirəm. Çünki biraz zaman alacaq bunun temperaturunun qalxması. Çünki fincanlar özləri gedəndə ora soyuq olurlar. Ona görə birdən-birə temperatur düşür aşağı, sonra asta-asta qalxar. Yəni da gözləyə də bilərik. Bir şey deyil, sadəcə 180 dərəcə temperaturda bu artıq işə başlayacaq. Əlavə olaraq deyə bilərəm ki, sizə vaxta kimi bizdə satışda bunların fincanları da var satışda, aparatların özləri də var. Fincan çapı üçün fincan çapı üçün kağızımız da var, sublim kağızlarımız var, yüksək keyfiyyətli sublim boyalarımız var. Keyfiyyətlə yanaşı çox da münasib qiymətə veririk. Yəni onlardan gəlib bizim ofisdə tanış ola bilərsiniz, yaxud Sublimas saytına girib, yeni sayt açmışıq, sublim.az. Ora girib qeydiyyatdan keçin ki, qiymətlərlə tanış ola bilərsiniz. Qeydiyyatdan keçməsəz, sadəcə avadanlıqları görəcəksiniz. Amma qeydiyyatdan keçəndən sonra siz qiymətlərlə də artıq orada tanış ola bilərsiniz. Həmçinin videolar orada da oldu, video icmallar, avadanlıqlar orada da olacaq. Gəlin baxaq, baxın. 180 dərəcə oldu və geri sayım burada başladı artıq. Görürsünüz? 0, 2, 1 və səs eləməlidir. Gördünüz, səs elədi. Sol tərəf göstərir ki, hazırdır. Biz açdıq. Hal-hazırda sadəcə dediyim kimi 180 dərəcə az deyil. Bu bitdi. Bu hazır oldu. Məsəl üçün, yenisi lazımdırsa, yenisi qoyulur. Bu səfər artıq tez qızılacaq. Çünki temperaturumuz aşağı düşməyib. Yəni 175 dərəcədir. Qoyan kimi 180-ə çatır, təzədən işə başlayır. Biz qoya bilərik ki, temperatur orada düşməsin aşağı. Onu da qoymaq imkanımız var. Tamam. Biz bunu məsələn sol tərəfi də söndürə bilərik, sağ tərəfi yəni tək sağ tərəfi işlədə bilərik, yaxud solu söndürüb sağı işlədə bilərik. Belə imkanlarımız var. Yəni birini də işlətmə imkanımız var, əgər lazım deyilsə. Bu qədər avadanlıqla tanış olduğunuz əminəm ki, əlavə suallarınız olsa, çəkinmədən bizə müraciət eləyin. Mən sizin bütün suallarınıza cavab verməyə hazıram. YouTube-da videoda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Çox sağ olun, təşəkkürlər. Növbəti videolarda görüşərik.